Qardaşlar, mənim fikrimcə heç yerə getmək lazım deyil. Zaqatalda əlim yanında ən ideal maşınlar olur. Özə biz bütün maşınların problemlərini deyirik sizə. Dedik qardaşlar, başqa yerlərə, başqa uzaqlara gedib 500 manat, 300 manat ustalara pul verirsiniz. Sonra motorunda problem olur, kozasında problem olur. Özə hər gedəndə verirlər. Hər gedəndə sizə bez kraska, bez detal maşın gətirmişik sizə. Yəni həqiqətən bu ilinin ən sveji maşını gətirmişik qardaşlar. Ən super maşını. Amma maşın il neçədir yadımdan çıxdı. 2014-cü ildir, alış 2015-dir. 2 motor, sadə karabka, sadə motordur. Full salondur, qoşa lüklandır və açılan lükdür. Salonun bir dənə səliqəsinə bax emiş. Amil, mən Koreada Hyundai'ın bir dənə buranı çəkilmiş, bura bax. Zavod sizinlikləri də var. O tərəf də həmçinin. Mən Hyundai'ın Amil zavodunun, yəni videolara baxmışam da. İmindi bax zavoddan çıxan qədər səliqəli Amil. Çox səliqəli. Zavod silən vardı. Heç bir şey, bax bütün kocalarına bax, zavod kocalardı bax. Rulama zavodun üstünə baxsan. Çox zavod ruludur. Yəni kondisioneri orijinal üstündə gələn magnitofondur, Android magnitofon. Bir dənə lüklarında çəkilmiş. Hər bir şey. Yine qızdırıcısı da var, soyucusu da var hətta. Qoşa lük. Ən fulludur dostlar. Ən full salondur. Özü də ki, iki motorlar bilirsiniz də, ən problemsizdir. Amil, mən misal nə deyirəm? Zaqatala, Qax, Balakən, Şəki, Oğuz millətinə deyirəm ha. İmindi bu əladır. Bunun dolu yağanda qardaş, bunda konkret problem olmur ha. Zarafat deməm, dolu var, imindi bu maşınlara dolu dəyənmir də. Gəl bir dənə emiş, buranı çək. Bura bax, salonun təmizliyinə bax. Jalüzü də var ya. Bunlar hər deyəndə jalüzü olmur. Keçməsə də, əladır. Amil, bura keçir. Təkəri zadı, hamısı yerli yerində. Dəmirinə bax. Zərrə qədər vuruğu udarı yoxdur. Zavod danqıratı. Yerli yerində hər şey. Təkərləri təmtəzə. Təmtəzə təkərləri çək. Gül kimidir bax. Bolta açar dəyməyib bax bunların heç birinə. Amil, çox gözəl vəziyyətdədir. Bunun duqaları çoxsunda əyilir. Bu üstündə gələn, Koreadan gələn duqalardır bax. Əyilmir bax. Üstə çıxmış amma mən arasında sonradan qoyulana oxşayır eşən. 100 deyil bu sonradan. Ya oradan qoyublar. Yəqin sonra qoyublar amma oradan gəlib də qardaş. Nikelli qəşəng Amma maşın həqiqətən səliqəli maşındır. Arxa sidenya qızdırıcısı da var. Hətta qəşəng. 4 dənə sidenya qızdırıcı, 4 şüşə podyomnik, 2 lük. Sidenya qızdırıcılar dedik. Multi rule. Daha nə bilim, maşında olmayan şey yoxdur da, yəni olmayan şey yoxdur. Qardaş deyir ki, kondisionerində də yay girəndə bütün bir o kondisionerin baxım nələri var da, filtr, miltir, içinin qazı falan hamısını deyir təzələmişəm. Göstər bir dənə. Bir dənə baxa bilərsiniz qardaş. Probyekti 200.000 olsa da elə bir Amil 2000 gedir bir maşın. O qədər sveji görsən maşınınız. O qədər svejli maşınınız. Çox gözəl, çox səliqəli. Yəni açığı mən faraları da özünün dəyişən. Orijinal öz faralarıdır. Heç dəyməyib bax. Görsən? Yerli yerində də hamısı. Yəni kim ideal maşınlar istəyirsə, bizə qardaş yorum atın, bizə yazın. Bizi takip eləmək istəyin qardaşlar. Çünki siz maşını alanda belə maşını almağın bir dənə avantajı var qardaş. Satanda rahat satacaqsınız, uduzmayacaqsınız puldayı. Çünki həm də sürəndə də arxayın sürəcəksən. Əlbəttə 2 gündən bir ustaya get, orası dağılsın, burası dağılsın. Qardaşlar, maşının qiymətli bir dənə qiymət deyibdi. Təkərləri də təzədir ha. Demişəm abi. 25.000 sonu deyib qardaşlar. Yəni heç kim qiymətlə bağlı zəng eləməsin. Yəni yəsin deyim məlumatdır ki, 25.000 aşağı vermirəm. Özü alıb 33.000-ə. Bundan biraz vaxt qabaq alıb. Bir neçə il qabaq 33.000-ə alıb, 25.000 son qiymətidir. Maşında sürülmür deyib satır bax. Həyatda duran maşında sürülmür deyib satır. Yəni belə maşını kim istəyirsə qardaşlar bizə yazın. Bizlə əlaqə saxlayın ki, bu maşını tez sahibi olasınız. Sağ olun qardaşlar.